möhkəm, toxtaq idi. Bu onu əsəbləşdirirdi. Dilinə gətirməsə də, məni gönü qalan hesab edirdi. Bizim ilkimiz, həm də sonumuz. 2 aylığında tələf olanda da gözümdən yaş çıxmadı. Amma o ağladı, başına döydü, naləsi göyə qalxdı. Mənə sənin ürəyin daşdan, dəmirdən, ətdən deyil deyib qışqırdı. Bu məqamda mən həqiqətən də daşa dönmüşdüm. Dərtməyə tutmuşdum, nəfəs ala bilmirdim, boğulurdum. O isə insan qəlbində bu qədər alov, etiraz. Deyildiyi kimi o özü boyda o duydu. Öz-özünü yandı. Bunu hiss edirdim. Mən bu xəstə məhəbbətdən, bu çılğın sevdadan xoşbəxtlik gözləmirdim. Amma talih əlindən ona sən qurtarırdı məni. Harada qalır? Gəlmə. Yenə gəlmə. Dilbər? Dilbər, nə oldu? Qorxutdum səni. Yox, Məktubum çatmadı sənə. çatdı. Ziba gətirmişdir. Bəs niyə mənim məktublarımı cavabsız qoyursan? Gəlməyim özü cavab deyil. Cavabdır. Özü də ən dadlı cavab. Mən bu cavabı 2 ildir gözləyirəm. Bilirsən 2 il nə deməkdir? Əlbəttə bilirəm. 24 ay. Elədir Dilbər. 24 ay, 96 həftə, 730 gün. Bu adi bayağı bir hesabdır. Amma 2 il bizim gənclik ehtirasımızdan coşub çağlayan, ömrümüzdən kəsilib bir heçliyə atılmış ən dadlı zamandır. Biz onu həmişəlik edirdik. Onu heç bir dəstə bərpa edə bilmərik. Bu tərəddüdlərin sonu olmayacaq. Sənin əllərin əsir. Əsən əllərin deyildir və əsən ürəyindir. Bax bu saat yerindən çıxacaq. Mən getməliyəm. Bəs onda Elə bunu deməyə gəlmişdim. sən məni öldürmək istəyirsən? Yox, Niyə mənimlə belə soruqsan Dilbər? Niyə mənimlə teleqraf stilində danışırsan? Bir ayağında qaçar. Olmaya dəli şair bilib mənə etibar eləmirsən. hisslərin teleqraf telləri kimi qarışıq görüşdü. Səninlə bu həmsələsizliyin bir yanı. Gözlərini qaçır. Bax mənim gözlərimə ki, mən də görmüsən o qulluğa görürəm. Mən də o gözləri görmək, yaxından tanımaq, qəlbinin dərinliklərine baxmaq istəyirəm. Mən sənin gözlərinin məftunu, yeni əsri, yeni bir məftunu. Məcnun deyib qorxutma məni. Ah, o bulaq kimi qaynayan gözlər. Gözəl təbiətin şeiriyyətini, axı sən bilmirsən, bilənlər bilir. O gözlər olan məhəbbətini. Niyə? Mən də bilirəm. Ziba deyil. Ziba? Nə Ziba? Ziba kimdir? Ziba sənin poçtalyonun. Ah, o zavallı qız. Zavallı niyə? Gözlədim yolunu həsrət içində. Tükendi taqətin ne için gəlmədin? Şəhd-i vüsalından üzüldəm. Ey dilbər ağabeyim, ne için gəlmədin? Mən bu şeiri heç eşitməmişəm. Mən onu indi yazdım. Sənin intisarı çəkəndə. Əlindəki qələm bir sədəfli saz, nə qədər sənin üçün yazar, yorulmaz. Aramızda olan zəncir qırılmaz. Sən ey saadətim, ne için gəlmədin? Buna şeirlə hücum deyirlər. Gözlədim yolunu, hava qaraldı. Bu qaranlıq hava ruhumu sardı. Səndən qəmgin könül sevinç umardı. Ey sözüm söhbətim, ne için gəlmədin? Bəsdir, başım gicəlləndi. Qara qış üstümə tökən qarını, Nərgiz gözlərindən məni ayırsan, mənim ümidimin qapılarını ne için gah açırsan, gah bağlayırsan. Sən məni çaşdırırsanmış.
Mən bir çayır quşu, sən bir nilufər. Mənim öpüşümü necə rədd edər? Gözəl dodaqlar, bilməm, ey dilbər. Bəs, mən təslim oluram. Kimsə görər. Mən onsuz da dedim ki, mən təslim oluram. Heyf, şimdi də bilmirəm. Dilbər, Dilbər! Axı mən nə dedim? Mən yetim, mən iltifat etdim, o qaçdı məndən. Qaçqın ədasına qurban oldu. Yoldaşlar, bugün yeni əsrin 33-cü ili iyun ayının 22-sidir. Əslində bu da adi günlərdən biri ola bilərdi. Əgər Müşfiqlə Dilbərin toyu olmasaydı. İnanın mənə dostlar, 22 gün artıq tarixə düşdü. Və biz də həmin tarixi günün şahidləri. Müşfiqlə Dilbərin sevgi dastanı uzun yol gəlib, nəhayət mənzil başına yetişdi. Ah bu uzun sevda yolu, vurulurmu başa könül? Vurulur. Əgər məclisin idarəsi mənə tapşırılırsa və burada dişə vurmalı bir nasir yoxdursa, təklif edirəm, bütün çıxışlar şeirli olsun. Müşfiqin Dilbərə yazdığı şeirlərlə. Əla fikir, gözəl təklif. Onda elə Müşfiqin özündən başlayaq. Şair öz toyunda şeir oxumalıdır ki, ilham pərisi çox kapriz eləməsin. Mən ki bilməzdim, nədir məhəbbət? Bu sirri sən mənə anlatmadın mı? Dünyaya sığmayan şair könlünü köksündən çıxarıb oynatmadın mı? Mən şirin ləhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canımdan artıq istəyən, ellərdən küsərəm, səndən küsmərəm. Müşfiq burada bir siyasi səhv bıraktı yoldaşlar. O bir kıza göre ellerden, halktan küsür. Ama ondan küsmür. Sen hiç narahat olma. Hak Dilbərin gözəlliğini görsə, Müşfiqə başa düşər. Bəs onda buna nə deyirsiniz? Müşfiqin ürəyi yarpaqdan incə, titriyir bir xəfif rüzgarəsincə, məşuqun ayağı haraya dəysə, orası aşiqə, vətən kimidir. Əzizim, sən şair olsan da heç vaxt belə şeir yaza bilməzsən. Sözlərdə aşiqəndir, vətəndaşdan yox. Ay, adama deyərlər, qalır uşaqdan qızıl oturlar, reziyyəsi eləmədilər. Mənim deyəcəyim şeirin kiçik bir tarixçəsi var dostlar. Deməli, Müşfiq Dilbərin dalınca yorulmadan, dizin süründüyü vaxtların birində nəhayət kükrəyib daşır. Hissindən, hikkəsindən qeyzlənib deyir, Dilbər elçi göndərir. Elçi də mən olmalıydım yoldaşlar, xanımla birlikdə. Müşfiq anadan gəlmə yetimdə axı. Mən oldum ata, nişanlımda ana. Sən də deyəsən baba oldun, hə? Onu deyirdim axı. Deyir, Dilbər, elçi göndərir, razılıq alırım, nişan taxır. Dilbər də boynun büküb fikrə dalır. Bilmir nə desin bu dəli şairə, atsın mı özün odun alovun ağışına. Elə bu gərgin andaca yeni şeirin sözləri mirvari kimi düzülür sapa. Bu dostumuz kimi deyir ki, bir ay qırqqana, ağrı çəkər, gücənə, axırda da ölü bir şeir olar. Sevirəm bənövşə tək, boynum bükərək, o məhzun duruşlarını. Sevirəm mənimlə göz-gözə gələndə, şimşək baxışların vuruşlarını. Sevirəm könlümü eşq oduna yandıran, mənə ilham verən, şeir yazdıran o mənalı baxışlarını. Sevirəm bənövşə tək, boynum bükərək, o məhzun duruşlarını. Sevirəm mənimlə göz-gözə gələndə, şimşək baxışların vuruşlarını. Sevirəm könlümü eşq oduna yandıran, mənə ilham verən, şeir yazdıran o mənalı baxışlarını.
dostuma məsləhətim budur. Yaxşısı, bacardığın hecab vəzini yazsın. Bizim bağçaya əl uzatmasın. Sərbəst şeir, onun xörəyi deyil. Yoldaşlar, təklif edirəm burada bir ara verək və badələrimizi qaldıraq gəlin bu vaxtı. Bu inqilabi ittifaqdan doğulacaq yaxşı bir icdin şərəfinə. İnanıram ki, o igid atası kimi nə həbəşiqar olacaq, nə də sallaqda da. Shakespeare necə demişdi? Gözəl və qüdrətli kişilər qızğın məhəbbətdən, güclü ehtirasdan doğulanlardır. Yoldaşlar, sözsüz ki mənim gözəl məclisə poeziyaya olan sevgim yatır. Düzdür, indi biraz yaşlaşmışam, amma Müşfiqin şeirləri hələ də yadımdadır. Sən qonaq gələndə gecələr bizə, dönür gecələrim aylı günümüzə. Deyirəm şam sönsün, ay göydə batsın, günəş qonaq gəlir məclisimizə. Rəssam, sevgilimin rəsmini gəl çək. Sevgilim gözəl, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək. Qoy onun nazını, mən özüm çək. Çək onun qaradan qara telini, çək rəssam, çək onun incə belini. Gözünə çatanda saxla əlini, can alan gözünü mən özüm çəkim. Çək Tanrı verdiyi gözəl qulunu, çək dörd bir yanını, sağı solunu, çək onun keçdiyi həyat yolunu, qoy ayaq izini mən özüm çəkim. Yoldaşlar, biz hamımız gəncik. Öz də eyni yaşda, eyni uçuşda yeni dünya qururuq, yeni ədəbiyyat yaradırıq. Biz dilimizi mürəkkəb sözlərdən, izafətlərdən, tərkiblərdən təmizləyib gözəl Azərbaycan dili yaradırıq. Bizim övladlarımız, gələcək nəsillər bizim bu dildə yazdığımız şeirləri əzbərləyəcəklər. Dinləyin bu gözəl dilin şeiriyyətini. Ah, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə düzülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi, ağaran səhradan necə əl çəkim? Mehriban sevgilim qarşımda durdu. Yenə şairliyim başıma vurdu. Məndən məzmun könül maraqla sordu. Bu saçlı Leyladan necə əl çəkim? Doğrudur əziz dost. Biz hələ çox gəncik, çox cavan. Bizim əsərlərimiz, möhtəşəm sabahımız hələ qabaqdadır. İndi burada, kiçik bir otaqda, şövqlə şeir deyən, böyük ədəbiyyat yaradan bizim qüdrətli dəstə vaxt gələcək geniş meydanlara çıxacaq. Görün burada kimlər var? Azərbaycan ədəbiyyatının bu günü və parlaq sabahı. İndi burada Çadırov deyilən yetim küçədə kiçik bir otağa, kiçik bir kirayə otağa sığınıb şövqlə şeir deyən, böyük ədəbiyyat yaradan bizim qüdrətli dəstə vaxt gələcək, zaman olacaq ki, bu alçaq miskin divarları uçurub yıxacaq, geniş meydanlara çıxacaq. Biz bağrımızdan qopan şeirləri haykıracaq, yoldaşlar. Çünki bu xalqın, bu mədəniyyətin əsl varisləri bizik. Bura bizim vətənimizdir. Mən çeri ürəkli bir yeni gəncim. Dildən dilə düşmüş hekayətim var. Həyat nəşəsi ilə titrəyir içim. Parlaq gələcəyim, nəhayətim var. Bir parça ateşəm, bir parça yanğın. Qəlbim örnəyidir, yanan bir dağın. Qarşımda duramaz nə sel, nə daşqın. Təbiətlə mənim zarafatım var. Sevgim mübarizə, sevgilim həyat. Yəhərlənmiş mana qanadlı bir at. Gör nə deyir sizə çaldığım qanad.
Hələ bundan sonra qiyamətim var. Dostlar, deyirəm bəlkə bu məclisə bir son vuraq və bəyəcəyini təşkil ataq. Cavanlar tək. Qaldı ikimiz. Mən bu gün 2 il gözləndim, bəli. Utanma qızım, qaldır başını. Mən sənin qumral gözlərini görmək, səni daha yaxından tanımaq istəyirəm. Demişdim sənə, yadındamı? Senin dediğin her bir şey yadımdadır. İstəyirsən hamısını tekrar edeyim. Lap səhərə qədər. Yox, indi yox. İndi yox. Qarşımdan azlanıb yenə gülürsən. Bilsən gülüşlərin nəyə bənzəyir? Mən desəm artıqdır, özün bilirsən. Lalə yanağımda şəhə bənzəyir. İndi də şeir deyəcəksən. Mən bir çayır quşu, sən bir nilufər. Mənim öpüşümü necə rədd edər? Gözəl duran, bilməm, eydim. Birgə həyatımızda mən ona elə bir məhəbbət hiss eləmirdim. Düzü bu barədə heç düşünmürdüm də. Bircə onu bilirdim ki, xoşbəxtdir. Amma içimdə xoşbəxtliklə yanaşı bir narahatlıq, nigaranlıq var idi. Bir an belə səngiməyən bir həyəcan girmişdi məni. Daimi səksəkə məni yordu, həyatımı zəhərləyirdi. Mən onun bu dəlilik həddinə çatmış çılğın sevdası qarşısında mat qalırdım, heyran olurdum. Bəzən də qorxurdum. Bu qarışıq hisslərimlə onun məhəbbəti üzərində bir kəndirbaz kimi ehtiyatla yeriyir, ehtiraslı şair sevgisindən xumarlanırdım. Sonradan bildim ki, mənim qorxularım, bu narahatlığı bəbəs deyilmiş. Müşfiqin şair şöhrəti artdıqca onun bədxahları da sürətlə artırdı. Tənqidlərdən ölüm qoxusu qan iyi gəlirdi. Biz sanki bir uçurumun kənarındaydıq və bu uçurum get-gedə dərinləşirdi. Nə bir qəmim var, dostlarım bilir ki, nə aləmim var. Mənim bu əsrə ithaf etməyə bir şair verin, bir qələmim var. Mən bütün məsuliyyətimdən bəyan edirəm. Zahirən səmimi, məzlum görünən, əsas mahiyyəti ilə isə hiləgər olan Mikail Müşfiq çox zaman ifşa olunmaq ərəfəsində bir sovet əsəri yazaraq özünü gözdən yayındırır. O Səməndər şeirində revolusyon Rus xalqının Azərbaycan xalqına olan yardım əlini, onun çiçəklənməsi üçün etdiyi köməyi inkar edir. Gediriz, 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 getmək, uçuruz, uçmayı bir şimkə yolunda çaxırız, axırız, keçmişimizə kimlərə qıraq, möhtəşəm yarını quraq axırız. Müşfiq ilk vidasını Türkiyənin aristokrat şairi Halıq'dan almışdır. Onun küləklər kitabcası hər türlü meşkan, anarxist, antisovet fikirləri ilə doludur. Hər tərəfdə duran toy bu saat mənəm, ulduzlarla edən itxilat mənəm, mənim azadlığım bucağa sığmaz, yer mənəm, göy mənəm, kainat mənəm. Əlbəttə, Müşfiq talantlı şairdir. Bəs elə isə bu talant, coşqulu ilham Stalin şeirində özünü niyə göstərə bilmir? Mən əminliklə deyə bilərəm ki, dahi rəhbərin tərənnümündə bir şair acizliyi var, səmimiyyət isə yoxdur.
Bəlkə dostumuz demiş, bu şeir Stalin yoldaşa həqiqi məhəbbətdən yazılmıyor, özünün nələrdən sığorta olmaqdan ötürü yazılır. Bəs Lenin haqqında yazdığı şeir, o proletariyatın dahi rəhbərini qan içən Cahangir, Peyğəmbər Məhəmmədlə müqayisə edir. Bu bizim inqilab işimizə həqarət deyil, yoldaşlar. Bizə yabancı müşfik, Duyğu Yarpaqları şeirində bir üzüm qaradır, bir üzüm sarı deməklə özünün ikiyüzlü olduğunu yaxşı göstərir. Dünən bir şairin kesimdən, eldə bir söz çıxmaz xəsis canından, hissi həyəcanı olmayan kəslər çıxsın bir dəfəlik söz meydanından. Şairə ilhamlanmaya gərəkdir, anasız uşağa daya gərəkdir, şairəm söylür yerindən duran, adamın üzündə həyal edir. Xalq saadətlə düşman olan müşrik inqilab şehrində proletar revolüsiyasını yandırıb yakan lava bir vulkan çıtıqyaz kimi təsvir edir. Əcəba bu bir şanlı oktyabr revolüsiyasının xüsusiyyətlərini inkar etmək deyilmi? Əcəba bu əməkçi xalqları səadətə çıxaran iştikəntli revolüsiyasına böhtan deyilmi? Mən gəncəm, bilirəm, istiqbalım var, hələ fərqli olmamış bir hilalım var. Yelkənim açılır, qara eləsmə, mənim bu dəryada bir sandalım var. Hey! Biz qara deyil, bizdən haqqa səs verən Sovet şairi, riyakarları ifşa edir. Sənin kimi satqın, xırda, burjuva şairləri sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan Sovet ədəbiyyatına azəngər olmamışlar. Artıq onlar da ifşa olunmaq ərəfəsindədirlər. Tənqid susmamalıdır. Düşməni amansızcasına ifşa etmək də bir prinsipiyal Sovet tənqidi hələ çox işlər görməlidir. Yoldaşlar, insafsızlıq etməyin. Siyasi sayğınlığınızı itirməyin. Biz bu plenumu müşfiqi tənqid etmək üçün çağırmamışıq. Budur, siz artıq 3 gündür hökumət və partiyanın yazıçılar qarşısında qoyduğu vəzifələri müzakirə etməyə əvəzinə gənc və istedadlı bir şairi olmaz ittihamlarla ləkələməyə çalışırsınız. Bilin ki, bu baş tutmayacaq. Mikail Müşfiq hər zaman bizimlə olur, bizimlə də olacaq. Müşfiqin əsl qiymətli ilə dost şairlər siz yaxşısınız. Siz ki, hamdan yaxşı bilirsiniz Müşfiq kimdir. O, təpədən dırnağa qədər Sovet şairidir. O satqındır. İnqilabi ideyaları onun qədər tərənnüm edən ikinci bir şairi mən tanımıram. Onun coşqun ilhamı, fövqəladə istedadı yalnız Sovetlərə və sosializmə xidmət etməlidir, edəcək də. Bu həm də təmsil etdiyimiz hökumətimizin xəttidir. Mən bir yüksəlişin sevdasındayam, siniflər döyüşü dünyasındayam. İnsanı, zəhməti qiymətləndirən yaxşı adamların sırasındayam. Mən də bir iki söz demək istəyirəm yoldaşlar. Müşfiq daha çox heca vəznində lirik şeirlər yazsa da, o bu lirizmə milli və siyasi həyəcan qatmağı da bacarır. Onun sözdən istifadə talantı heyrətamizdir. Müşfiqi istedaddan mağmun adamlar başa düşməzlər. Bəlkə də başa düşmək istəməzlər. Heç narahat olmayın yoldaşlar. Bu iftira və böhtanlar müşfiqi sustura bilməz. Müşfiqin ilhamı dağ şəhərləsi kimi hər zaman çağlayacaq. Müşfiqi yamanlayanların çoxu onun parlaq istedadından qorxanlardır. Axı o xırda-mırda ulduzlar gün çıxanda gözə görünməz olur. Dostlar, bugün mən də bir etirafda bulunmaq istəyirəm. Düzü, mən özüm də müşfiqdən qorxuram. Çünki məni ötsə, bir o ötəcək. Yaxşı, bəsdir. Bugünlük plenumu bitirək. O mütləq öldürülməlidir. Sakit ol dostum. Bundan da artıq hücumlara hazır ol. Bunlar hələ əhvalatın başlanğıcıdır. Buyruq bulayanlardır. Sevgəlməmi. Birinci törtə gündü gətirəm. Nədir mənim günahım, ustad? Günahın sənin böyük istedadındır. Bunu adama bağışlamırlar. İmkan düşən kimi paxılların vuracaqlar səni.
Amma sən də günahsız deyilsən. Bir tərəfdən coşqun, nəhayətsiz istedadın oynadır səni. Bir tərəfdən də həddin aşan canfəşanlıq edirsən. Bir vaxtlar sənə cöhrət gətirən, səni sevdirən istedadın indi sənin ziyanını işləyir. Qarşıda sonsuz, qaranlıq bir ümid görürəm, ustad. Etiraf edim ki, qorxuram. Gəl bir müddət ədəbi aləmdən qırağa çəkir. Gəlin də götür, get Gəncəyə. Niyə Gəncəyə? Dar məqamda Gəncə həmişə sığınacaq yerimiz olur. Bu mübarizədən qaçmaq deyilmi? Bəzən qaçmaq da igidlikdəndir. Bu qorxaqların uydurduğu təsəllidir. Mən qorxsam da qorxaq deyiləm. Bu mübarizədən də qaçmam. Sənə heyfim gəlir. Ax, sənin də ləzzətin yaxşıdır, ustad. Deyir, məsləhət gənə gerçək yağı kimidir. Hamıya verirsən, özün içmirsən. Bugün mən özüm də tənqid, təhdid hədəfindəyəm. Mənə də çox diş qıcadırlar. Amma nə edə bilərəm? Onlar istəyəni yaza bilmirəm. Mən ki yazıram. Mən ki bu dövrün şairiyəm. Mən qədər hökuməti təbliğ tərənnüm edən ikinci bir şair var. Deyir, cəhənnəmdə bir daş var, götürən də peşmandır, ora qoyan da. Gəl tələsməyək. Sağ gəlməmiş, tırmanmayaq. Sakit olmağa çalış. Mən bacarmıram, ustad. Mən özümü yığışdıra bilmirəm. Mən hey daşıram, hey coşuram. Bu mənim üçün çox çətindir. Onda heç olmasa at qadarına erişdi. O qızlara nə demişdin? Nə qız? Nərəm Nehrə karvad idi. Yetim uşaq idi. Davanda daldalanı verir satırdı. Arvadlardan biri məni o birisinə göstərib dedi ki, ağəz, gedənin dodağına bax, gör necə sallar. Düz deyil. Mən də dedim ki, nə vaxt qızım istəyərəm verməzsin. Yaxşı, çox oturdusan burada. Dostlar nə tez yox oldular. Axır vaxtlar dostların sırası azalır. Bilirsən, həyat təkcə şeir deyil dostum. Həyat çox qəribədir, çox. İllərin arasından sızan bu kəhkəşan özündə su saflığı daşıyır. Bəzən bu suyun qabağını həftələr, aylar, bəzən adamlar kəsməyə çalışır. Sən də bu su kimi safsan. Gərək bu maniyələrin arasından sızıb öz gələcəyinə baxsan. Yoxsa buxarlanmaq gözlə qaş arasında. Gəl, dur. Dur məni yolsun. Dərdim. Yok, koymaram yok. Bırak. Dilbər. Nə olub Dilbər? Ben çok korkuyorum işte. Nə olub, niyə qorxursan? Ben çok biz yuxu gördüm. Yuxu nədir ki ondan qorxursan? Görürüm ki biz ayrılırlar. Necə yəni ayrılırlar? Boşaltdırırlar bizi. Görürüm ki sen aparırlar, ben arkamca kaçıram. Eteğinden yapışıram. Koymaya çalışıram ama hiç ne de olmur. Dilbər, sən heç vaxt ağlamazdın. Gözündə də yaş var. Bir qara bulud amuca göylərdə, bu şair bəxtində bizim ellərdə. Sən nə üçün ağlarsan, mən duran yerdə. Nərgiz gözlərinin yaşına qırlar. Gece yarı olmamış eve gelmesin. Sen demirsən ki məndən rahatam. Sən evə gec gələndə mənim ürəyim əsir. Bu gün söhbət həm uzun çəkdi, həm də
Həm də çay istəyir. Bir zəng eləmək nə qədər çətin iştahdır. Orada elə ehtiraslar qaynayırdı ki, zəhzadiyada düşmürdü. Mən səni gözləyə dəli olacağım. Axı bu qədər həssaslıq nəyə lazımdır Dilbər? Axır vaxtlar o qədər həssassan ki, sən əl olmağa da qorxur. Elə bir illik xoşbəxt həyatdan sonra bizə göz deyil. Hər şeydə uşağın ölümü ilə başladı. Danışma. Onun ölümü məni sındırdı. Məni təzdən yetim qoydu. Amma biz güclü olmalıyıq Dilbər. Gücümüz çox, istəyimiz ondan daha çox. Özünə al. Əsas olur, sən bu əsassız həyəcanlarını bu qovlayasan. Nə gərginəm, nə də həyəcanlı. Nigaranam səndən. Həmişə nigaranam. Axı nəyin nigaranlığı bu? Nəyin nigaranlığı? Bu qədər tuta-tutazdır. Mən dedim gedim biraz evdə dincəlim, sən məni daha da dəli edirsən. Yemək qızdırım. Yox, heç nə istəmirəm. Bugün məni hər tərəfdən o qədər tənqid elədilər ki, iştahım hər şeydən üstün. Yenə kimlərdir? Həmin adamlar. Quduz köpək kimi hərəsi bir yandan dalır mənə. Mən necə gərgin olmuyorum? Sənə işlərimə bağlı nə hiss edilmək istəmirəm. Fikirli olursun. Sonra da axmaq hücumlar görürsən. Qəzetdə nəsə çıxır? Həri, həmişə müşvik deyib dad döyən, şeirlərimi əzbərdən deyən şair dostlarım bu dəfə məni biabır eləyiblər. Öz də partiyanın əsas orqanında. Sən bir məqalənin adına bax, kontrrevolüsyoner, kontrabandçı, oğru. Bunlar hamısı sənsən. Hə, o gündə plenumda özümə nifrət püskürürdü. Utanmadan, çəkinmədən, kəsdiyimiz duz çörəyi saya salma. Bu nə haqla? Hələ harasıdır? Mən güya dilimizin düşməniyəm. Osmanlı türkçəsini dilimizə, şeirimizə gətirirəm. Pan-türkist müşrik dildə Osmanizmi təbliğ edir. O müstəqil Azərbaycan dilini qəbul etmir. O pan-türkist, pan-islamist bir dillə getdikcə billurlaşan, saflaşan Azərbaycan dilləri arasında bir fərq görmür. Bunlar kimin anarmışdır? Bunlar ki hamısı yalan və iftiradır. Bilmirəm. Məncə Yeseninlə, Mayakovskilə imzasını ilk dəfə bu murdar məqalədən tanıdım, hansız Zarovdan ədəbi oğurluq eləmişəm. Mən güya şeirlərində Leninin... Bəsdir! Nə olar belə şeylər danışma? Yerində qulağım. Narahat olma. Bağışla məni. Nahaq oxudum sən bu məqaləni. Onlar səni tutturacaqlar. Axı nə haqla, heç kim mənə heç nə eləyə bilməz. Hökumətimiz mənim siyasətimin təbliğimin üstündən xət çəkə bilməz. Güya o tutulanlar da təbliğ eləmədilər, inqilab. Yazıq Əhməd Cavad canını işə tutub yazmamışdı Məsuma poemasını. Yazmışdı, amma nə yalan deyək, 11 müsavat keçmişi var idi. Amma mənim indim də, gələcəyim də partiyamıza, hökumətimizin siyasətinin təbliğinə xidmət edir. Mən bu dövrün, bu ölkənin şairiyəm. Sinif qovğasına səfərbərəm mən. Əskərlər içində bir əskərəm mən. Bu dövrün şairi olmaqla ey dost, bir düşün nə qədər bəxtəvərəm mən. Dost, hansı dost? Axır vaxtda heç qapımızda açanlı yoxdur. Onlar nəsə bilirlərmiş ki, bunlar yaxşı əlamət deyil. Heç kim heç nə bilmirdir, bər. Bu dəqiqə dost da, düşmən də hamısı səksəkə içindədir. Bu tut adamları qorxuya salır. Dünən quyu qazan, özü bugün quyudadır. Bəlkə Gəncəyə gedir. Hə? Gəncəyə gedir, ara biraz yaxşılansın. Həm orada məktəbdə də dərs keçər. Hə? Dostlarımla mənə bir müddət Gəncəyə getməyə məsləhət görürlər. Onlar yəqin ki, nəsə bilirlər. Heç kim heç nə bilmir, Dilbər. Bilirəm, onlar sadəcə bilirlər, məsləhət verirlər. Müşfiq, gəl. Bax, kitabın da çap hazırlan.
gah yola düşək. Nə deyirsən? Yox, gedən deyil. Nəşriyyatda işlərim. Şəhərin mərkəzində yaşlılar üçün ev tikilir. Siyahıda mənim də adım var. Heç bu insafdır. Erməni, Rus, Cud, ən gözəl, ən yaraşıqlı binalarda yaşasın. Biz də bu sürünmüş kirayə otaqlarda qalaq. İnsafdır. Nə olar, orada burada da belə danışma. Onsuz da əskimiz üstünlüdür. Mən heç yerə qaçan deyiləm. Bura mənim vətənimdir. Telefon. Dilbər, sən adamı dəli eləyərsən. Telefon zəng salır. Allah! Allah! Kimdir? Allah! Kimdir? Niyə danışmırsan? Kimdir? Alo. Ara kəsilib. Yəqin nəsə səhv düşüb. Bəs onda niyə cəhət danışmadılar? Niyə heç nə demədilər? Nə bilim Dilbər? Sən gələyən mən deyirəm ki. Yox evdə. Yox evdə. Dilbər sən məni darıxdırırsan. Bax o zəng elə belə zəng deyildi. Onlar yoxlayırdılar ki görsünlər sən evdəsən yoxsa yox. Dilbər, o deyilsən. Nə olar qurban olum açma. Açma. Qurban olum açma. Dilbər, qonşumuz Gülər var. Ona bir kitab lazım olur. Ona görə təsiri gəlir. Kitabı evdən istəyirlər. Bağışlı Dilbər bacı, doğrudan çox pis vaxtla gəldim. Dərslərimi bitirib portfolyomu yığışdırırdım ki, birdən yadıma düşdüm, müəllim əzbərləməyə şeir verir. Özü də Müşfiq əminin şeirini. O şeir də məndə yox. Dedim gəlib özündən istəyim. Lap yaxşı eləmisən Gülər. İti öldürənə sürütdürürlər. Bax sən deyən şeir bu kitabdadır. Bilirəm. Bax bu kitabdadır. İndi get. Yaxşı yox. Yola salın səni. Yox, siz çıxmayın. Niyə çıxmasın? Müşfiq əmi, mən sizə yalan danışdım. Başa düşürəm. Nə yapacaq? Axşam vaxtı gəlir sənə yalan danışmağa. Müşfiq əmi, 2 nəfər evdə sizi gözləyir. Mən evdə düşmüşdüm. Onlar məni qoyub baba evə qayıdım. Ola Kitab nə? almaqdan öyləsiyle. Ola nə istəyirəm Gülər? Bilmək istəyirlər ki, siz evdəsiniz ya yox. Yaxşı. Sən tez get qızım, tez get. Tez, sən şübhələnmə. Pəncərədən qaça bilməzsiniz. Yox, mənim pəncərəm küçüyə yox, divara açılır. Amma sən narahat olma, mən cani deyiləm, şairəm. Çox sağ ol, Müşfiq əmi. Gülər, bilirəm, sən narahatsan, mütləq iş alacaqsan. Elə indi imzalayım. Get. Sağ ol, Müşfiq əmi. Sağ ol. Bu da son. Tələsmə nöqtə qoymağa Dilbər. Hələ heç nə üçün gec deyil. Özünə əl al. Uğur içində yaşamağa, xoşbəxt olmağa nə var? Əsas o uğursuzluqda, bədbinlikdə xoşbəxtlik tapa biləsən. Mən getsəm də uzağı bir iki günə qayıdıb gələcəm. Heç kim mənə heç nə eləyən deyil. Tək sən narahat olma. Mən tək səndən nigaranam. Mən səni yuxuda demirəm. Mən onu sonradan sevdim. Onu itirəndən sonra. Bu sevgi mənə faciələr
Mənə dedilər sən çox məşhur, hətta görkəmli şairsin. Sən ki çox cavansan, mən deyərdim uşaqsan. O qədər də cavan deyil. Konkretləşdirək. 30 yaşın içindəyim. Biz səni qoruya bilərdik. Mən partiyamızdan, hökumətimizdən ədalətli qərar gözləyirəm. Bəs onda bu gərginlik nədir? Mənə inanmırlar. Özümü sübut eləyə bilmirəm. Mənim bütün fəaliyyətim partiya və hökumətimizin təbliğinə, tərənnümünə xidmət edir. Şair də olsan sadə rövsən. Mən indi burada həbsdəyəm. Şeirlərim isə indinin özündə də inqilab işinə xidmət edir. Ölkə siyasətindən də xəbərsiz. Sən həbs olunan gündən şeirlərin də dustaqdır. İsmailzadə Mikail Müşfiq. Bəs xalqın yaddaşı? Bu xalqı sən tanıdacaqsan mənə. Xalq şairi olan insan, xalq düşməninə sevilirsə, onun şeirlərinə qadağa qoymamıza bizim ehtiyacımız yoxdur. Belə halda güvəndiyin o xalq nə etməli olduğunu yaxşı bilir. Mən bütün adları qəbul edə bilərəm. Bir xalq düşməni adını. Mən xalqımın düşməni ola bilmərəm. Burada sənin rəyin işləmir, şair. Yaxşı. Mən eşitmişəm ki, insanlar sənin yazdıqlarını həqiqətən bəyənir, şeirlərini əzbərləyir, kitabları nələr gəzir. Qazancın da pis deyil. Yaradıcı insanlar üçün yaratdığımız bütün imtiyazlardan gemboz istifadə edirsən. Yaxında yaşadığın kino evdən çıxıb, yazıçılar üçün ayrılmış evdən mənzil də ala bilərdi. Hə? Deməli, şəhərin mərkəzində yaşayacaqdır. Ruslar, ermənilər, yəhudilər kimi. Bu ifadə sənə tanışdır? Tanışdır. Nəysə, bunu saxlayaq sonraya. Bəs sən nə elədin? Hökumətin atalıq qayğısını qiymətləndirmədin. Xəyanət onu tutdun. İftiradır. Hamısı düşmənlərimin iftirasıdır. Yalandır, böhtandır. Sən mənə də yalan deyirsən. Sənin taleyin mənim bir imzamdan asılıdır. Mən sizin ədalətinizə inanıram. Deməli inanırsan, hə? Bəs bizim qərarımız sənin əleyhinə olsa necə? Onda da biz ədalətli hesab edəcəksən. Buna şübhəm var. Burada böhtan, iftira deyirsən. Amma orada bütün ittihamları qəbul edirsən. Mən zəif çıxdım. İşgəncələrə dözə bilmədim. Yenə Mən də olmayanlara yalan etiraf elədim ki, məndən əl çəksinlər. Sən yenə də yalan deyirsən. Əgər işgəncələr dözülməzdirsə, o göylərdən yerə indirə bilmədiyin dramaturqun əleyhinə niyə ifadə vermədin? Əvəzində Yekə mənim ustadımdır. Onun əleyhinə ifadə versəm, əllərimi kəsərəm demisən. Mən başqa cür deyə bilməzdim. Bu sadəcə Davam elə. bir əxlaq məsələsidir. Sənin aşağıda pis işləyiblər. Hətta axır vaxtlar ənkəbələri işinlərə başlıq hiss edirəm. Sən çox təhlükəli düşmənsən. Mən düşmən deyiləm. Burada bir anlaşılmazlıq var. Bayaq dedim, şəhər də olsan sadə olsan. Mən məlumatı çox mənbəli alıram. Hamısı da sənin əleyhinədir. Bax, oxu. Ola bilməz. Uzadan oxu. Sizin tələbinizə görə xalq düşməni Mikail Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm. İsmailzadə Mikail Müşfiq qatı millətçidir. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə, əsl şair ehtirası ilə əks inqilabi fikirlərlə çıxış edərək deyirdi. Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınmışdır. Bunu yazan biz deyilik. Sənin şair dostundur. O mənim dostum deyil, o çox zavallı, yazıq bir insandır. Ona işgəncə eləyiblər, qorxudub bir ifadəni alıblar. Sən əsl düşmən kimi danışırsan. Qapuskaya, tutaq sən deyəndir. Bəs, buna nə deyirsən? Bunu ki yazan biz deyilik, biz çağırmamışıq. Özü ayağına gəlib ki, ona əclafmış ifşa edəcəm.
O çoxdan mənim qanıma yeriklir. Bunu bütün şair dostlarımız hamısı bilir. Neyse. Sənin toyun nə vaxt olur? Mənim toyum 33-cü il. İyunun 22-sində. Bəli, 22 yıl. Orada dediyin tost yadında olmalıdır. Biz orada tost demirdik. Şeir oxuyurduq. Belədir. Amma məndə olan məlumata görə sən orada tost demirsən. Buyur, yadına salın. Mənim şair dostlarım, indi burada, Sadrov deyilən bu yetim küçədə, kiçik bir odaya sıxışdırılıb şövqlə şeir deyən, böyük ədəbiyyat yaradan bizim qüdrətli dəstə, vaxt gələcək bu alçaq və miskin divarları uçurub yıxacaq, geniş meydana çıxacaq, üzümüzə bağlı qapılar önümüzdə taybat açılacaq, biz yadların yaşadığı o evlərdə yaşayacaq, geniş aynəbəndli otaqlarda bağrımızdan qopan işıqlı şeirlərimizi ayıracaq. Çünki bu ölkənin, bu xalqın, bu mədəniyyətin əsli varisləri bizik. Bura bizim vətənimizdir. Belə bir tost mənim yadımda deyil. O vaxtdan 4 il keçir. Yaxşı, elə olsun. Aşağıda səni başa salarlar. Onların daha təsirli üsulları var. Tanıdın məni? Gəl səndən başlayaq. Sən həmişəki kimi gözəlsən. Rəngin biraz saralıb amma olsun, yaraşırsan. Sənsiz nə fərq var? Gözələm yox. Biz necə bəxtəvər, necə xoşbəxt idik Dilbər. Mən o günlərin qədrini bilmədim. Keçən günlərimi vərəqləyərkən sevdalı dillərin yadıma düşdü. Xəyalın canlandı qarşımda birdən. Göyərçin əlləri yadıma düşdü. Yox ya da yox, yox. Gələrlər. Görərlər yol görüşümüzü yarımçıq kəsərlər. Gəl oturaq. Gəl. Mən səni xoşbəxt eləyəcəkdim. Bacarmadım. Bacaracaqdım, yox, qoymadılar bacarım. Əvəzində səni evsiz, eşiksiz, pulsuz, parasız qoydum. Bağışla məni. Nə olar belə danışma. Danışma. Kameraya səssizlik çökəndə səsin gəlir qulağıma. Səninlə olan gözəl günlərimizi xatırlayıram. Hələ sənin arxanca Gəncəyə gəlməyimi. Onda mənə əzab verirdi. Əzab deyirəm. Əzabın nə olduğunu burada öyrətdilər mənə. Ağacların üstünə hikkəmdən adımızı qeyd edirdim. Sən bunları mənə heç deməmişdin. Deyirəm axı, onda aramız sərin idi. Sənə dolma gətirmişəm. Bax, o heç qoymurdular. O qədər yalvardım ki, bu dolmaları bükərkən sənin mənə yazdığın şeirləri də yükəməzlərdi. Günahım çox olsa da məni nifrətlə xatırlama. Nə danışırsan Müşfiq? Sevgi nədir, nifrət nədir? Mən sənsiz nəfəs ala bilmirəm, boğuluram. Həm də belə deyirlər. Qorxma ayın, günəşin
Hər qaranlıq gecənin bir aydın sabahı var. Səni sorğu-suala çəkən olmuyor. Yox. Mənlə kimin nə işi var? Dilbər, elə bilmə biz burada hər şeydən xəbərsizik. Bir dəfə çağırmışdılar. Hara? NTV-dəyə çağırmışdılar. Hə, ora çağırmışdılar. Səni çox incitdilər. Yox, nə incitmək? Mənlə kimin nə işi var? Bir neçə suala cavab istədilər. Səni çox incitdilər. Siz əriniz İsmailzadənin kərmişliklə necəsində yaşıyorsunuz? Mən müşfiqlə... Bütöv danışırım. Mən ərim İsmailzadənin kərmişliklə Mən ərim İsmailzadə Mikail Müşfiqlə 1935-ci ildən onun həbsinə gedən 37-ci ilə qədər birlikdə yaşamışam. sizə yalan ifadəyə görə əlavə maddə düşür. Mən yalan danışmıram, olanı deyirəm. Sizin kəfin kağızınızda 1930 göstərilir. Bəli, mənim biraz başım gəldi. Davam edin. 33'te toyumuz oldu. 34'te de oğlumuz dünyaya geldi. 2 aylığında aradım. Sizə əriniz İsmailzadə Mükərmişliğin əks inqilabı fəaliyyətindən nə məlumdur? Mənə əlim İsmailzadə Mükərmişliğin əks inqilabı fəaliyyəti barədə heç bir şey məlum deyil. Mən onun fəaliyyəti barədə soruşanda o mənə deyirdi ki, mən qərara gəlmişəm ki, sənə heç nə deyilmir. Çünki sən çox həsənlisən. Həm də Mikail Müşfiq ezamiyyətlərə gedirdi. Mən də öz ictimai işlərimlə, təhsilimlə məşğul olurum. Yaxşı. Siz öz qəraətiniz üçün bu dediklərinizdən başqa nə var edəcəksiniz? Mən bunu cevap edemem ki. Mikail Müşfiq her zaman bu əks inqilabı məqalələr çap ediləndə, evə gələndə, hər şey çalışırdı. Ondan heç olmazsa onun fəaliyyəti barədə bir şey öyrənir. Niyə alırsınız? Biz sizi incitmirik. Allah'ım. Yaxşı, sakitləş. Su için. İstəmirəm. İnad eləməyin. Su için dedim. İstəmirəm. Sakit! Deməli siz, əriniz İsmailzadə Mikail Müşfiq evə gələndə hər vəzdə çalışırdınız ki, onun bütün fəaliyyəti barədə hər şey öyrənsiniz. Bu zaman Mikail Müşfiq deyirdi ki, en azından onun tərəfindən heç bir əks inqilabı iş görünmür. Hem de deyir, sən də yaxşısan. Gel bir dolaşma. Siz onun dediklərinə inanırdınız. Mən onun dediklərini deyirəm. Sualıma cavab verin. Mən nə bilirdimsə dedim. Suala cavabdan sizin taleyiniz asılıdır. Bırakın sualə. Bilmirəm. Bilmirəm. Mən heç nə bilmirəm. Biləndə çox gec olacaq. Axmaqdadır. Qorxmayın günəşin qəfil tutulmağından. Hər qaranlıq gecənin bir aydın sabahı var. Şeir demə. Mən artıq şeirlərdən iyrənirəm. Amma şeir mənim taleyimdir. Görüş bitdi. Görüş bitdi amma sən narahat olma. Mən NTV-də Azərbaycan səni buraxsınlar. Getmə. Yazma, ora heç nə yazma. Getmə. Nə danışırsan? Müşfiq, mənlə sən atıb? Mənlə səni ortada qoyub Müşfiq, nə danışırsan? Bir də görüşməsin. Bir də görüşsək də, görüşməsək də. Sən mənim hər zaman qəlbimdə, ruhumda, içində yaşayacaqsın. Sən narahat olma. Məni sən yaratdın. Mən sənsiz heç
O günkü hicrana uğradı yolum. Kırıldı kanadım, kırıldı kolum. Fələkdən bac verib bacalan könlüm. İndi körpə uşaq kimi ağlar sənin üçün. Niye varsan? Dilenciden gittiğin bir tarafta vermek isteyen verecek de. Yoksa dengelisiz adamı. Dilenci değilim. Dilenci değilsin benden. Dilenci benim boynuz olur. Ben dilenci değilim. Ben boyumu kalmıyor. Bak, ben de derslerde şahım. Evime alıp koyayım neler. Toyumuz olanda. Ha, tek dilenci yok. Hem de delisin. Yeri gitmemin sebebi Onlar da beni deli değildi. Ama ben deli değildim. Delilediler. Kimse deliledi az. Şeytanlar. Şeytanlar da ne danışırsan sen? Hükümetimiz hamısının hakkında çıkmadı mı? İndi ne Allah kalıp, ne cin, ne de ki şeytan. Buna bak. Görmüşsün. Şeytanlar görmüşsün. Ay, hiç kimi seninle bulamazsan. Sevgililer beni izlediler. Sen oradan gelirsen bu sıfatı. Kaçmışam. Oradan. Oradan. Telefonundan. Onu yukarıya verdim, kaçtım. Onu kimdi? Ben burada ne işim var senin? Burada benim evim, 2 aylık oğlum var. Görsen, beni yaşayacaktı ki. Ama 2 aylık oğlum var. Ay kızım, sen ne danıştığını hiç bilirsin. Ben necə xoşbəxt deyildim. Mən necə fəxdəvəliydim. De görün mənə, kim sənə dedi ki, bura sənin evin? Düzdür bilirəm. Biz burada 13 il yaşadıq bu yerdə. Oyun harda olsa gələn, hər işdən gələn vaxtıdır. Ay yazıq. O ərin dediyin, gəlib yoxlayır mı sən adamı? Yox, gəlmir. Əlbəttə gəlmir. Ne eləyə təqsirləri? Deyirəm, bunlar necə vicdansız və fassız olur. Ərimdə təqsir yoxdur. O da qoymurlar gəlsin. Kim qoymur az onu gəlmir? Kim tutub elə ərimdə? Bu şeytanlar təqsir olmuyor. Qoymurlar gəlsin. O gün sankarların qarşısında oturup koymuşsunuz. Kuyruğuna ne gelsin? Kuyruğuna ne? Onların gücü kuyruğundadır. Sonra ay Allah sana bir şafa versin. Sen de görün bana. Nasıl ders anlatırsın? Oraya gitme. Oraya gitme. Ben onu burada özlemime götüreceğim. Bədbəxt, mən səni evimə ala bilmərəm. Bu evin yiyəsi çox kür adamdır. Mənə baxma, mən də sənin bir tayım. Qara gün, qara bəxtin bir də elə mən. Zəng eləyər, bütün xəstəxananı tökər bura, dur yazırsan, dur ayağa. Yox, yox. Mən ona getməyəcəm. Orada mənlərim olmur, baldırlar mənə çox mənlər olurlar. Nəsində mən neynim axı? Mən səni evimə ala bilmərəm, başa düşməni. Dardidək bir otaq, 6 baş külfət səndəki. Allah neyimdən başını düşüneyim. Sən mənə baxma. Mənim əlimin bu harda olsun gələr. Açın əlimdədir. Niyə bütün bədbəxt şeyimə geçərdir? Mən də deyinirəm, əsəbləşirəm. Qızım, mən səni burada qoya bilmərəm. Əynin nazik, ayağın yalın, gəl inad eləmə, aparım sən. Yox, yox. Sən geç içəri, sən geç içəri. Necə keçmə axı? Mən burada sən oturacaq onu gözləyəcək. Sən geç içəri. Hə, sən salmayacaq burada. Allah keçsin.
Dilbəri sordum gəlib gedəndən. Dedilər küsübdür, barışmaz səndən. Mən iltifat etdim, o qaçdı məndən. Qaçqın ədasına qurban oldum. Mən demişdim o gələcək. O mənim sevgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilmirəm harda qaldı o nazlı durnam. O xoş sədasına qurban oldum. Sen neyinsin burada hala? Niye getməmisən? Mən demişdim o gələcək. Orada durup mənə baxan kişi mən. Bak orada heç kim yoxdur. Kimlə danışırsan? Sen onu tanımırsan. Onlar onun o kadar şeyler var ki. Halasını da mənə yaz. Ama o niye mənə baxmır? Müşfik? Müşfik? Müşfik mən buradayım. Müşfik? Müşfik? Müşfik beni görmürsən? Müşfik! 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 Etməyə gücüm qalmadı. Ümid də öldü. Hamı unutdu məni, hamı. Dostum da, düşmənim də. Canımdan çox sevdiyim qadını unutdu məni. Bilməm məni nə üçün atmış, unutmuş. Cövr cəfasına qurban oldu. Yoxsa özgəsinə özünü tutmuş. Yeni sevdasına qurban oldu. Sən canı canandan ayrı tutmadın. Odur ki vəfasız deyildir adın. O səni unutdu, sən unutmadın. Yaşa məhəbbətim, yaşa. Bravo! Bravo! Sənin bir kitabın gətirmişlər mənə. Poeziya vəskarı deyiləm. Amma açılı yazdıqların xoşuma gəldi. Xüsusilə Dilbər Axundzadəyə yazdıqların. Heyf. Biz onu da həbs etməli olduq. Daha heç nə məni sarsıda bilmir. Cinayəti bilib vaxtında demədiyinə görə. O hansı cinayətdir elə? Tezdən başlayaq. Kstati, onun əvvəllər ruhi problemləri olmuyor. Əlamətlər istələməmsən. Siz onu dəli elədiniz. Gözəl, zərif, ismətli bir qadını dəli elədiniz. Sakit, göz şitməyək. Dəli nədir? Biraz avalanmışdı, indi müalicə alır. Bir-iki ay zölər. İlahi, ilahi, mən nəyin əzabını çəkirəm, ilahi. İlahidən soruşma, o sənə cavab verməyəcək. Bizdən soruş. Doğrusunu biz bilirik. Yaxşı. De görüm orada. İtmiş yaddaşını geri qaytardılar. Qaytardılar. Bütün günahlarım yadıma düşdü. Şeirlə danışırsan, bu yaxşı əlamətdir. Çox gərgin görünürsən. Bax, məni nə canlandırdı? Bəlkə bir patrosyandır. Buyur, götür, çək. Sonra çəkirəm. Mən bugünə qədər istintaqa düzgün ifadə verməmişim. Bəs mən nə deyəcəm? Nəhayət, orada məni başa saldılar ki, burada yalan danışmaq fayda vermir. Hə? Buyur, bu meydan, bu da şeytan. Ustaların sözüdür, güya bir şeytandır. Mən həqiqətən günahlarının cəzasını almalıyam. Alıram da. Bu hansı günahlar belə? Yaxırdayaq. Mən İsmailzadə Mikail Müşfiq
Heç zaman inanmadığım ideyaları Allah'ın verdiği coşkun şair istedadımla göylere kaldırdım. Ben o kadar yalanlar topuşturdum ki, özüm de yalanlarının səmimiyyətine inanmaya başlamıştım. Pis deyil. Amma bir bu ifadəyə görə sənə güllə düşür. Mən məmləkətləri qanat çalxalayan neyim? Məhəmməd Peyğəmbərdən üstün tutmuşam. Hələ azadlıq dastanı yaratmışam. Ədəbiyyat nəğməsi. Sən bizə can verdin, can oktyabr. Altın şəfəqlərdə yan oktyabr. Sana meyl edilmiş ordusu, səninlə bulmuşdu şan oktyabr. Heyf, səni qoruya bilərdik. Sinif qovğasına səfərbərəm mən, əskərlər içində bir əskərəm mən. Bu dövrün şairi olmaqla ey dost, bir düşün nə qədər bəxtəvərəm mən. Bu da yalandır. Yalandır, 1000 dəfə yalandır, 100 dəfə yalandır. Mən yalan danışmışam. Deyəcək işlən qalmaqsa, gedə bilərsin. Mən qərar verdim. Yalvarırım. Size yalvarırım. Son dəfə yalvarırım. Bırakın Dilber Axundzadan. Onun heç bir günahı yoxdur. O mənim əksindival fəaliyyətimdən xəbərsizdir. Mən ondan hər şeyi gizlətmişəm. Sizə yalvarırım. Bırakın. Sən cəfəng iftiralarıyla bizi qaralamağa çalışsan da bil. Biz günahsız insanları cəzalandırmırıq. İndi gedə bilərsən, qərar verdim. Amma getmədən öncə ittihamla məni dinlə. O iddiamlarını mənim etirafımdan sonra əhəmiyyətini itirmədi. Bəlkə də. Amma yuridik qayda qanun var. Üstəlik gələcək nəsillər bilməlidir ki, biz haqsız yerə işini tutmamışıq. Gələcək nəslin fikri sizi belə narahat edir. Niyə də yox? Qoy onlar başa düşsün ki, biz heç kimi durduq yerə cəzalandırmırıq. Çünki bu ölkənin gələcəyində bizim evlatlarımız yaşayacaq. Biz onlara görə məsələ və bir şey gələsini saxlar. O sənətdir. Hakimlərə qalacaqsın. Buyur. Mən məhkəmənin qərarını oxuyuram. İsmailzadə Mikail Müşfiq Qədiroğlu əks inqilabi fəaliyyətini və Sovet dövlətinə qarşı fəaliyyət apardığını boynuna almışdır. İsmailzadə Mikail Müşfiq boynuna almışdır ki, o cəlb olunduğu əks inqilabi təşkilatın bütün qərarlarını yerinə yetirmişdir. Buna görə də İsmailzadə Mikail Müşfiq Qədiroğlu Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələri təqsirli bilir. İddianamə ilə razısın. Aydın olmayan işlə qalmayın. Dinləyirsiniz. Mən xalqa anlatmaqda, insanları kölə vəziyyətinə salmaqda, şeytana, iblisə yardımcı Tüm bunları nəzərə alaraq, SSR Ali Hərbi Kollegiyası qərarı alır. İsmailzadə Mikail Müşfiq Doktor olsa da, bəli, zaman olsa da,
bir ilin içində bu qədər dəyişmək. Hey. 19 fevral 1939-cu il. Biz aşağıda imza edənlər bir nömrəli ruhi xəstəxanada müalicə alan Dilbər Axundzadənin psixik vəziyyətinə yekun rəy verir. Azadlıqdan məhrum edilmiş Axundzadə Dilbər, ruhi xəstəxanaya 28 fevral 1938-ci ildə daxil olmuşdur. İlk günlər suallara cavab verir, əlaqəsiz danışırdı. Hərəkətləri düşünülməmiş, hebefrenik xarakter daşıyırdı. Qarabasmanlar olmuş, heç nə ilə maraqlanmamış, verilən suallara təri cavablar vermişdir. Bu hal 1938-ci il oktyabra kimi davam etmiş, ciddi müalicələrimiz nəticəsində qarabasmalar tədricən yox olmuş, xəstə sakitləşmiş və əlverişli vəziyyətə gəlmişdir. Hazırda o fəallaşaraq ətrafa maraq göstərir, qəzet oxuyur, əl işləri ilə məşğul olur. Lakin hərəkətlərində müəyyən qəribəliklər qalır. Yekun, azadlıqdan məhrum edilmiş Axundzadə Dilbər, psixi təhlil nəticəsində şizofreniya formasında ruhi xəstəyə keçirmişdir. Hazırda remisiya vəziyyətindədir. Ruhi xəstəxanada qalmasına ehtiyac yoxdur. Çox gözəl. Bizə də bu lazım. Hər xoşbəxtliyin başında sağlamlıq dayanır. Hə, nə deyirsiniz Axundzadə Dilbər? Susursuz. Bəs burada yazılıb ki, siz danışırsınız, hə? Qalxın ayağa. Yekun olaraq, bu bir illik tədqiqat göstərdi ki, siz nahaq yerə saxlanmışsınız. Heç bir təqsiriniz yoxdur. Artıq azadsınız. Gedə bilərsiniz. Təşəkkür edirəm. Buyurun, çıxa bilərsiniz. Hara gedim? Hara istəyirsiniz, gedin. Siz artıq azadsınız. Bəs resi? Neresi? Siz sap sağlamsınız. Resepte ihtiyacınız yok. İndi o hardadır? Kim? Kim deyirsiniz? İsmailzadə Mikail Müşfiq Qədiroğlu. O indi hardadır? Mən səninlə bir gün gördüm. Səndən sonra 50 il yaşayan Dilbər, sənin sevdiyin, sənin
gəlişinə hər kəsin bilməyini istəyirik və ümid edirik həqiqətən hər kəs artıq müşahidəsini şəhər hekayəsini öyrənmiş olur. Və son olaraq öz kitabını Mikail Müşfiq dəyərli bizə miras qoyduğu işlə bitirmək istəyirəm. Ağ rəngində yenə bu gözəlləşən işıqlı dünyadan işlər çəkin. Bu yerlə əyrilirik. Dostlar, aşıqlardan necə? Bizim dəyərli, həm teatr yoldaşımız, həm hərbi həkimimiz, Mikail Müşfiqi canlandıran əziz Səid Qəmbərə də son sözünüz sözlərdir. Demək üçün söz verir. Gəldiyiniz üçün hər birinizə minnətdaram. Çox sağ olun ki, gəldiniz, təşrif buyurdunuz. Müşfiq heç zaman bizim yadımızdan çıxmayacaq və çıxmayacaq.